Salam, hər vaxtınız xeyir. Bu videoda biz Dimin 20 variant sınaq imtahanı kitabından ədəbiyyat fənni üzrə sınaq imtahanı 4-ə baxacağıq. Bundan öncəki sınaq imtahanları da kanala yerləşdirilir və orada da videolara baxıb məlumatlı ola bilərsiniz. Eyni zamanda videoları bəyənib, kanala abunə olaraq da öz dəstəyinizi bildirmiş olarsınız. Bu sınaq imtahanı mövzu olaraq orta əsrlər Azərbaycan ədəbiyyatını əhatə edir və biz onunla bağlı suallara nəzər yetirək. Birinci sual. Nəsiminin Sığmazam qəzəli ilə bağlı doğru fikirləri seçirik. Qəzəl təriqət şeirlərindəndir, bəli. Sufizmə həsr olunmuş, hürufiliyə həsr olunmuş təriqət şeirlərindəndir. Əruz vəznində ədəbiyyatımızda az istifadə olunan bəhərdə yazılıb, bəli, Rəcəz bəhrində yazılıb. Rəcəz bəhrdə Azərbaycan ədəbiyyatında az istifadə olunan vəzinlərdən, bəhərlərdən biridir. Sufizm müddəalarına izahı verilib. Xeyr, burada sufizm yox, hüruflilik olub. Lirik qəhrəman əsas fikrin ifadəçisi yerində çıxış edir. Bəli, bu da doğru fikirdir. Cavab olub 1, 2, 4, A. 2. Xətainin Dəhnamə əsərindəki məşuqa obrazı ilə bağlı doğru fikri müəyyən edin. Məşuqa obrazının xarakteri haqqında aydın təsəvvür yaranmır, yaranır. Biz poemada onun xarakteri haqqında məlumatlı olmuş oluruq. Məşuqa özünü dini obrazlardan birinin nəfəsinə bənzədir. Xeyr. Əsərdə məşuqa obrazı özü haqqında təvəzzükarcasına danışır. Xeyr, bu da məşuqa obrazına aid deyil. Elçilərini hörmət və ehtiramla qarşılayır. Xeyr, onlara qarşı kobudluq edir. Şair məşuqa obrazını yaradarkən onun gözəlliyinin təsvirinə daha çox diqqət yetirmişdir. Bəli, biz onun gözəlliyi haqqında poemada məlumatlı oluruq. Cavab olur E bəndi. 3. Klasteri hansı fikirlərlə tamamlamaq mümkündür? Dastani Əhməd Hərami. Mövzu baxımından AVS ilə səsləşən məqamlar var. Burada da xeyrin şər üzərində qələbəsi var idi. AVS də dini mövzuda olan kitabdır və orada da xeyirlə şərin, işıqla qaranlığın mübarizəsi haqqında da fikirlər var. İlk müəllifli mənzum epik əsərdir. Bildiyimiz kimi Dastan Əhməd Haraminin müəllifi yoxdur. Müəllifsiz əsərdir. Yəni müəllifi məlum deyil. 2. 9 məclisdən ibarətdir, 6 məclisdən ibarətdir. Xalq əsərdə Əhmədi zalim və şərəfsiz adlandırır. O zalim və şərəfsiz yox, soyğunçu idi. Bu da düz fikir deyil. Əsərdə xalq şeir dilinə xas olan ifadələr klassik poeziya ənənələrinə uyğunlaşdırılmışdır. Bəli, bu var idi bu fikir. İnsana yaraşmayan mənfi sifətlər tənqid olunur. Bəli, bu da var idi ki, dediyimiz kimi Əhməd Hərami pis tərəfi təmsil edirdi və o şər idi. Sonda isə xeyrin şər üzərində qələbəsi ilə nəticələnir. Cavab olur A bəndi. 4. Nümunədə işlənmişdir. Leyli demə cənnət içrə bir hur, Məcnun demə zülmət içrə bir nur. Nümunədə işlənmişdir. Burada bənzətmə var. Cənnət içrə bir hur, cənnətdəki hura bənzədilir. Zülmət içində bir nur, Məcnun da zülmət içərisindəki bir nura bənzədilir. Təşbih var. Eyni zamanda burada təzad var. Nur, zülmət və orada təkrarlar var. Demə sözləri var, içrə var, bu da təkrarlardır. Cavab olur D bəndi. 5. Füzulinin söz qəzəli ilə bağlı doğru fikirləri müəyyən edin. Sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur, bəli. Söz arif insanlara məxsusdur və hansı qəlbdə yaranarsa, o qəlbi işıqlandırar. Bu ora aid deyildi. Söz arif insanlara məxsusdur. Bu söz qəzəlində yox idi. Söz sirlər xəzinəsinin qoruyucusudur. Bu fikir var idi. Söz dostlar arasında körpü rolunu oynayır. Bu da yəni şeirdə bu fikir yox idi. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərinin hər dəfə xatırlandıqca dirilmiş olasan. Bu isə şeirdə var idi. 1, 3, 5 cavab olur A bəndi. 6. Dəhnamə əsərlə bağlı doğru fikirləri müəyyən edin. Fars dilində yazılmışdır. Xeyr, ana dilində yazılıb. Birləri çıxırıq. Əsər AA, BB, CC şəklində qafiyələnmişdir.
Bu doğru fikirdir. Bunu götürdük. Məşuqa özünü İsa Peyğəmbərin ölüləri dirildən nəfəsinə bənzədir. Xeyr, burada belə bir fikir yox idi. Üçü də çıxırıq. Sevənləri əbləh adlandıraraq onlara gülən aşiqin həyatı məşuqəni bağda görəndən sonra büsbütün dəyişir. Bağda yox, yuxuda görür o ilk dəfə məşuqəni. Ona görə bu yanlış fikirdir. Aşiq zülmət gecələrdə ayın ona görünməməsindən şikayətlənir. Bu da var idi. 2-5 evet. 7. Füzulinin Leyli Məcnun poeması ilə bağlı yanlış fikirləri müəyyən edək. Poemanın yazılma təklifini müəllif öz oğlundan alır. Xeyr, o Rum zərflərinin xahişi ilə olur. Bunu götürür, yəni yanlış fikir olaraq götürür. Müəllif bəxtə müraciət edib onu vəfasız olmamağa çağırır. Bu da orada var idi. Poema ilə bağlı fikirlərdən idi. Daha doğrusu bunun üzərinə qoyaq, bunu çıxaq. Bizə lazım olmayacaq bu variant. Poemanın mövzusunun götürüldüyü dildə yazılmışdır. Ərəb əfsanəsi əsasındadır, amma ana dilində yazılıb. Yəni Füzuli onu ana dilində yazıb. Bu yanlış fikirdir. Müəllif bu əsəri yazmağa dərd diyarına səfər kimi qiymətləndirir. Bu var idi. Poema səbəbi şahlarından birinə ithaf olunur. Xeyr, cavab olur 1-3-5 A bəndir. 8. Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Dəhnamə, Leyli və Məcnun. Baxaq. Ana dilində poema janrında yazılıb. Bu hər ikisinə aid fikirdir deyə biz bunu ortada olmalı ki, düz götürək. Ortada deyil deyə biz bunu düz götürmürük. Ona görə bir olan cavabları çıxırıq. Əsər nikbin sonluqla bitir. Dəhnamədə bəli, nikbin sonluqla bitir. Və yalnız bu dəhnaməyə aid idi deyə bunu götürür. 2. Əruz vəzninin Həcəz bəhrində yazılıb. Bu düz fikirdir. Bəli, Həcəz bəhrində yazılıb. Hər ikisi. Aşiq eşqin əzab əziyyətindən şikayətlənmir. Bu ortaq fikir kimi götürülə bilməz. Çünki Leyli və Məcnun əsərində çox əzab əziyyət var idi. Dəhnamə əsərində aşiq obrazı nisbətən əzab əziyyət görür, amma Leyli və Məcnun poemasında bilir ki, bu əzab əziyyət daha da çoxdur. Müəllif bu əsəri yazmağı dərd diyarına səfər kimi qiymətləndirir. Bayaq bunu dedik. Bu var idi. Bayaq yuxarıdakı sualda da biz bunu doğru fikir kimi götürmüşdük. Bəli, burada doğru fikir kimi götürürük. Cavab olur 2-3-5. Aşıqın kədəri əks olunur. Bu hər ikisinə aid idi. Ortaq fikir deyil deyə götürmürük. 9. Suli Fəqih və Mustafa Zərrin Yusif və Züleyxa əsərləri üçün ortaq cəhətləri müəyyən edin. Orta dövrə aid ilk Azərbaycan poemalarıdır. Xeyr, bundan öncə Qul Əlinin Qıssə-i Yusif və Dəstan Əhməd Hərami poemaları da var. Ona görə bu yanlış fikirdir. Məsnəvi şəklindədir. Düzdür. Fars dilində poeziya örnəkləridir. Xeyr. Ana dilində epik poeziya nümunələridir. Bəli, bunlar hər ikisi ana dilində yazılmışdır. Cavab olur 2-4. Füzulinin Leyli Məcnun poemasında anasının Leyliyə nəsihəti hissəsinə aid deyil. Qızın büt kimi bir evdə durmasını təqdir edilir. Bəli, o deyir ki, yəni orada anası əsas orada öz adını, sanını, yəni ailə olaraq qorumağa çalışırdı və orada o qızının təhsilindən daha çox özlərinin, yəni öz adlarını qoruyurdular deyə, yəni qız evdə büt kimi olması da onlara, yəni qəbul idi. Qızların həmişə gizli qalması lazım olduğunu deyilir. Bu da var idi. Leyli anasına məktəbdən qaçmaq istədiyini deyir. Leyli heç vaxt belə bir fikir səsləndirmir. Qızın aşiq olması qəbahət sayılır. Bəli. Ar namusu itirmək dəhşətlə qarşılanır. Bəli. Cavab olur C bənd. 11. Nöqtələrin yerinə yazıla bilməz. Həbibi və Kişvəri əsərlərində insanı dünyanın gözəllik və nemətlərindən bəhrələnməyə çağırırlar. Bəli, bu ortaq fikirdir. Həqiqi eyni ədəbi dövrün nümayəndələridir. Bəli, Həbibi, Həqiqi, Kişvəri yox, Həbibi ilə Həqiqi, amma eyni ədəbi dövrün nümayəndələridir. Bəli. Daha sonra Dirli Qurbanini haqsızlığa, zülmə, ədalətsizliyə qarşı etiraz səsini ucaltmışlar. Dirli Qurbanində bu fikir var, amma Həbibidə biz bu haqda bir fikir görmürük. Cavab olur C bəndi. Nəsimi, qəzəl, qəsidə janrını yazıblar. Bəli, hər ikisinin var. Füzuli eyni əsrlərdə yazıb, yaşayıb yaradıblar. Bu da ortaq fikirdir. 12. Cədvəldə qarşıda rəqəm yazılmış hansı fikirlərin yeri dəyişdirilsə,
Füzulinin məni candan usandırdı qəzəl ilə bağlı yor vermiş yanlışlıq aradan qalxar. Sevdiyi tərəfindən bivəfa adlandırılır. Bunu aşiq məşuqə deyirdi. Yəni, burada bivəfa olan məşuqədir, aşiq deyil. Ona görə birin yeri mütləq dəyişməli, bir gəlməlidir bura. Birin qarşılığında da məşuqə obrazına baxaq. Onu sevən insanın hisslərindən xəbərsizdir. Bu aşıqa aid ola bilməz. Saf və dərin məhəbbətlə sevir. Sevgisi yolda sonsuz əzab-əziyyətlərə qarşı, bəli, bu isə aşiq obrazına aid idi. Ona görə də cavab olur 1 ilə 5-in yerini dəyişirik. B bəndi. 13. Orta əsrlər ədəbiyyatı ilə bağlı verilən fikirlərdən hansılar doğrudur? Anadilli nümunələr yalnız lirik dövrdə yazılırdı, xeyr, poemalarda yazılırdı. Mənəvi azadlığın müdafiəsinə çağırış motivləri var idi. Bu düz fikirdir. Anadilli ədəbiyyatın yaranma tarixi 14-cü əsrə təsadüf edir, xeyr, 13-cü əsr idi. Allaha çatmaq, qovuşmaq bu dövrdə məhəbbət məzmunu kəsb etmir. Kəsb etmir. Bu yanlış fikirdir. Ana dili ilk epik məsnəvlər bu dövrdə yazılıb, bəli. 2-5 B bəndi. 14. Nəsiminin hüruflik görüşlərini əks olunduğu şeiri, Nəsiminin hürufli ilə bağlı şeiri Sıxmazam idi. Bayaq birinci testdə bu haqda dedik ki, o hürufliyə həsr olunur. 15. Xətai və Nəsimi diaqrama uyğun fikirləri müəyyən edək. Baxaq. Yalnız lirik növdə yazıb, bu aid idi Nəsimiyə. Çünki Nəsiminin epik əsəri yoxdur. Nəsihətnamə məsnəvsində sufi qızılbaş ideyaların təbliğinə yer verib, bu aid idi Xətaiyə. Daha sonra, həm nəzmlə, həm də nəsrlə əsərlər yazıb, həm nəzmlə, həm də nəsrlə əsərlər yazıb. Bu, hər ikisinə aid ortaq fikir kimi götürülə bilər. Daha doğrusu C. Bu, ortaq fikir kimi götürülə bilməz. Həm nəzm, həm nəsrlə yazıb. Bu, heç birinə aid fikir deyil. Bu, heç birinə aid fikir deyil. Hər ikisini nəzmlə yazmışdı. Ona görə bunu götürmürük. C-ni çıxırıq. Yaradıcılığı lirik şeirlərlə başlayıb, hər üç dildə yazıb yaradılıb. Bunu götürürük hər ikisinə. Əsərlərdə sufi görüşlərini ifadə edən şeirlər var, bəli. Xətaidə də var, Nəsiminin də yaradıcılığının ilkin dövründə sufizm görüşləri var idi onsuz. Ona görə də bunu da götürürük. Cavab olur A bənd. 16. Hansı qəzəldə insanın Allahla, maddi və mənəvi aləmlə vəhdəti fikri əks olunur? Bu Sıxmazam idi. Təriqət şeiri. 17. Cədvələ sizin doğru fikirləri müəyyən edin. İzzəddin Həsənoğlu, Şeyx Səfiyyəddin. Dünyəvi məhəbbətin, real gözəlin tərənnümünə üstünlük verilib. İzzəddin Həsənoğlu'da ilahi, yəni orada real olan bir, yaradıcılığında real yox, ilahi məhəbbət fikirləri var idi. Ona görə real sözü İzzəddin Həsənoğlu'ya aid deyil. Biriləri çıxırıq. Apardı könlümü qəzəlində sufi mistik ideya və obrazlar əksini tapır, bəli. Bizə gəlib çatan inşi 4 qəzəldən vardır. Bəli, onun 3-ü ana dilində, biri də fars dilindədir. Şeyx Səfiyyəddin. İri həcmli divanı Azərbaycan və Rumda məşhur olub. Bu aid idi İzzəddin Həsənoğlu'na. İzzəddin Həsənoğlu'nun divanının olduğu və Azərbaycanda və Rumda məşhur olduğu deyilir. Amma o dövrümüzə qədər gəlib çatmır. Yəni, yoxdur. Yəni, sadəcə bizə İzzəddin Həsənoğlu'dan 4 dənə qəzəl gəlib çıxıb. Ona görə 4'ü götürmürük. İrfani fəlsəfi düşüncələr qəzəllərində əksini tapmışdır, bəli. Anadilli ədəbiyyatımızın ilk lirik nümunələrinin müəllifidir, bəli. 2, 3, 5, 6 cavab olur E bənd. 18-ci suala baxaq. Nəsiminin yaradıcılıqla bağlı yanlış fikirləri müəyyən edin.
İlk təriqət şeirləri sufiyanə olmuşdur. Bəli, bayaq da dedik ki, Nəsimi təriqət şeirləri, ilk təriqət şeirləri sufizm əsridir. Şairin müxtəlif mövzularda yazdığı əsərlərdə fəlsəfi fikirlər önəmli yer tutur. Bəli, bu da düz fikirdir. Dini mövzuda yazdığı əsərlər də var. Bəli, var. Bədii irsindən tuyuq janrına rast gəlinmir. Bədii irsindən onun tuyuq janrına rast gəlinir. Qəzəl, qəsidə, tuyuq yazıb. Təriqət şeirlərindəki sevgili real gerçəkliyin, maddi aləmin yetirməsidir. Xeyr, təriqət şeirlərindəki sevgili, yəni real gerçəklik deyil. Ona görə cavab olur 4-5 D bənd. Təriqət şeirlərindəki yəni sevgili obrazı onun bir qadın deyildi. O təriqət şeirlərində Allah haqqında, Allaha inancı haqqında olan fikirlər var idi. 19. Leyli Məcnun poemasında Leyli obrazla bağlı hansı fikirlər doğrudur? Onun sevgisinə cəmiyyət əxlaqsızlıq kimi baxır. Bu Leyliyə aid deyildi. Eşqi hər kəsdən gizlədilir. Bu aid idi. Təbiətə üst tutur. Bu Məcnun idi. Söhbət burada Leylidən gedir. Məcnuna nisbətən həyatı daha dözülməz olur. Bəli. Cavab olur 2-4 C bənd. 20. Nümunəyə bağlı doğru fikirləri müəyyən edin. Mərd odur ki, işin tuta mərd ilə. Bu Dirli Qurbaninin şeiridir. Ər istəsən, kes namərddən ər dilən. Rəmz anlayan, söz düşünən, dərd bilən, aləmlərdə şöhrətlənir, bəllənir. İnsanı mərd, igid, düşünüb danışan, söz başa düşən görmək istəyir. Bəli. Haqsızlığa, zülmə qarşı etiraz səsini ucaldır. Bu şeirə aid deyil. Ümumiyyətlə, Qurbaninin yaradıcılığında haqsızlığa, zülmə qarşı etiraz səsi var idi, amma bu şeirə aid deyil. Dirli Qurbaninin yaradıcılığına aid şeir nümunəsidir. Bəli, bayaq dedik. Klassik janr nümunəsidir. Xeyr, qoşmadır. Cavab olur E bənd. 21. Poema janrının bədii xüsusiyyətlərlə bağlı hansı fikir doğrudur? Poema daxilində qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilə bilər. Poema daxilində qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilə bilər. Bəli, bu fikir doğru fikirdir. İri həcmli nəsr əsəri poema adlanır. Nəzm. Poemada hadisələr həmişə bir neçə xətlə inkişaf edir. Həmişə sözü varsa bu səhv fikirdir. Poemada allegoriyadan istifadə edilir. Hətta Füzulinin allegorik əsərləri də var idi ki, poema idi. Poemada təsvir olunan hadisələrin gedişində lirik röhələrə yer verilir. 22. Nizami mövzularında epik şiir örnəkləri yazan nümayəndələrlə bağlı yanlış fikri müəyyən edin. Bilirik ki, o dövrdə, orta əsrlərdə ana dillə yanaşı fars dilində yazanlar da vardı. Bunlara Arif Ərdəbili, Marağalı Öfvədi, Əssar Təbrizi bunlar nizami yaradıcılığının davamı kimi qiymətləndirilir. Baxaq, səhv fikri tapaq. Poema janrında məsnəvi şəklində əsərlər yazıblar, düzdür. Əssar Təbrizi, Əhvədi, Arif Ərdəbili bu mövzuda yazan nümayəndələrdir, bəli, dedik. Əsərlər əsasən insan haqlarının müdafiəsi mövzusunda yazılıb, düz fikirdir. Fərhadnamə, Mehr və Müştəri fars dillidir, doğrudur, yəni fars dilli poemalardır. Bu mövzularda yazan nümayəndələr əsasən ana dilində yazıb yaradıblar. Xeyr, onlar yalnız fars dilində yazıb yaradıblar və Nizami də fars dilində yazdığı üçün həmin o yazıcıları, şairləri Nizaminin davamçısı kimi qiymətləndirirdilər. 23. Xətainin Bəhariyyə, Müşfiqin yağış yağarkən əsərlərinə aid ortaq məqamlardır. Təbiət təsviri aparıcıdır, bəli. Adlarından da göründüyü kimi onlarda təbiət təsvirləri var. Məsnəvi şəklində yazılıb, bu ortaq fikir deyil. Göy üzündəki qara buludlar təsvir edilib, xeyr. Heca vəznində yazılmışdır, xeyr. Obyektə subyektiv münasibət, yəni lirik növdür, bəli. Cavab olur 1-5. Apardı könlümü bir xoş qəmərü canfəza dilbər, nə dilbər, dilbəri şahid, nə şahid, şahidi səlbər. Bu qəzəl haqqında doğru fikirləri müəyyən edək. Ana dilində yazılıb müəllifi İzzəddin Həsənoğludur. Bu düz fikirdir.
Real məhəbbət vəsf edilib. Yadında saxlayaq. İzzəddin Həsənoğlu'da real məhəbbət yox idi. Orada ilahi məhəbbət idi. İkiyüzlük, riyakarlıq tənqid edilir. İkiyüzlük, riyakarlıq tənqid olunur. Bu düz fikir idi. Qədim dövr Azərbaycan ədəbiyyat nümunəsidir. Xeyr, orta dövrdür. Aşıq sevdiyini gözəllərin başçısı adlandırır. Xeyr, bu da yanlış fikir idi. Cavab olur 1 və 3. 25. Xətainin nəsihətnamə məsnəvisinə aiddir. Mariflənməklə Allaha qovuşmağın mümkünlüyü qeyd olunur. Bu orada yox idi. Biraz ədəbiyyat elə bir fəndir ki, orada daha çox, yəni kitablarda olan cümlələrə daha çox əsaslanır. Yəni istər dərslik olsun, istər kursların, yəni nəşriyyatların kitabları olsun. Yəni onlarda biz konkret fikirlərə əsaslanır. Bu fikirdə orada yoxdur. 2. Sufi qızılbaş ideyaların təbliğinə geniş yer verilmişdir. Bunu götürüb biz bilirik ki, Nəsimi hürufizmə, xəta isə sufizmə meyillidir. Ona görə sufi görüşlər olanda bu xətaya aid fikir kimi götürülə bilər, əgər düz fikirdirsə. Əsərdə sanki dünya görmüş, zəngin həyat təcrübəsi olan ağsaqqalın müdrik nəsihətləri verilir, bəli. Bütün varlıqlar Allahdan qopub ayrılan zərrə hesab edilir, bu düz fikirdir. Əsərdə xətainin döyüş təcrübələri yer almışdır, xeyr. 26. Füzulinin söz qəzəli ilə bağlı doğru fikirləri müəyyən edək. Söz olmasa, söz sənətkarları gözəl əsərlər yaradıb məşhur ola bilməzlər. Doğru fikir deyil, bu doğru fikir deyil. Söz bir xəzinədir, ondan düzgün istifadə etmək lazımdır, bu şeirdə var idi. Söz ən çox xoşa gələn bir nicardır ki, insanın könlünü alır, onu həmdəm olur, var idi. Əgər hörmətin çox olmağını istəyirsənsə, az danış, çox danışmaq insanı hörmətdən salır. Düz fikir idi. Sözdən istifadə edərkən fikrini geniş izah etmək üçün çoxlu sözlər seçməlisən ki, qarşındakı səni anlaya bilsin. Xeyr, bu orada yox idi. Axı deyir, az danışmaq. Yəni, az danışmaq daha çox hörmətə layiq bir hərəkətdir. Cavab olur 2, 3, 4. 27. Mehr və müştəri, Dastan Əhməd Hərami. Baxaq. Ədalət və insan haqları müdafiə edilir. Ədalət və insan haqları müdafiə olunur. Bu aid idi mehr və müştəriyə. Cavab 1-ə A. Əsərin finalında mənfi baş qəhrəman qadın tərəfindən öldürülür. Bəli, Əhməd Hərami öldürülür. Bu ona aid idi. Epik şeirimizin nizami ənənlərini davam etdirən nümunəsidir. Bayaq bir sual vardı, orada toxunmuşduq ki, mehr və müştəri, Əsər Təbrizi, yəni bu Arif Ərdəbili, Marağalı Öhvədi, onlar Nizaminin davamçıları idi. Ona görə də bunu mehr və müştəri əsərinə götürür. Əsər Təbrizi idi, o da Nizaminin davamçılarından idi. Daha sonra 5 məclisdən ibarət olub əsərdə oğru, quldur olan obraz. Bu Dastan Əhməd Həramiyə sonu aiddir, amma əvvəlində 5 yox, 6 məclisdir. Ana dilində ilk epik poeziya örnəyidir. Bu da Dastan Əhməd Hərami idi. 1-ə gedir A, C, 2-yə də B, Y. Nəzəri suallar bitdi. Burada mətnlə bağlı 3 sual var, bilirik. Həmin suallara baxaq. Az danışmağın gözəlliyi Nizami Gəncəvinin Leyli və Məcnun poemasından götürülür. İndi onunla bağlı suallara baxaq. Əsərdə parça əsasında cədvəli tamamlayan nümunələri yazın. Bədii təsvir və ifadə vasitələri. Burada bir neçəsini seçək. Məsələn, ilk misrada sözündə su kimi təşbihdir. Bunu təşbih kimi götürürük. Daha sonra birinci sağlığı varsa da suda, artıq siləndə dərd verir o da. İnci tək sözləri, yenə burada təşbih var. İnci kimi sözləri seç, az danış, az deyin. Qoyas sözlərlə dünya bəzənsin. Bu da metafordur. Burada metafor var. Yenə burada təşbih var idi. Az sözün inci tək, yenə burada təşbih var. Bunları bura qeyd edə bilərik. 29. Əsərləri forma baxımından müqayisə etməklə cədvəli tamamlayın. Nizami Gəncəvi az danışmağın gözəlliyi, Nəsiminin də Sıxmazam qəzəli. Az danışmağın gözəlliyi poemadan parçadır. Bəli, Leyli və Məcnundan götürülüb. Daha sonra baxaq, var, olar, suda, o da məsnəvi şəklində yazılıb. Bunu qeyd edə bilərik. Məsnəvi şəklində yazılıbsa qafiyəsi də A, B, C, C şəklindədir. Bunları yaza bilərik. Nizaminin Sıxmazam.
qəzəldir. Bunu yaza bilərik. Lirik növdədir, yaza bilərik. Bunları da yaza bilərik. Ortaq fikir kimi nə götürək? Hər ikisi beytlər şəklindədir və hər ikisi şeirdir. Bunu da qeyd edə bilərik. 30. Əsərlər əslində cədvəli tamamlayan fikri yazın. Sözlə az danışmağın gözəlliyinin məzmun oxşarlığı. Bu iki şeirin də hər ikisinin məzmun oxşarlığı söz haqqındadır, sözün qüdrəti haqqındadır və hər ikisində ortaq fikir odur ki, bayaq söz qəzəli haqqında da testlərdə gördük. İnsan az sözlə danışıb çox hörmətli olar. Hər ikisində burada da deyir ki, hər sözü az demək daha xoş olar. Burada da o fikir var. Nəsiminin qəzəlində də burada 26-cı testdə var idi. Əgər hörmətinin çox olmasını istəyirsənsə az danış. Çox danışmaq insanı hörmətdən salır. Yəni burada hər ikisində də bunların ortaq fikirlərdir məzmun oxşarlığı haqqında.